Maqnit induksiyası cəryan şiddəti ilə düz, məsafə ilə tərs mütənasib asılıdır. Burada onsuz da məsafələr də eynidir, hər ikisində D məsafəsidir və cəryanlar da eynidir. Cəryan yuxarı istiqamətdə axdıqda onun sağ tərəfi X olur, sol tərəfində isə induksiya nöqtə olur. Buralarda hər yerdə nöqtədir. Və digərində cəryan bu istiqamətdə axdıqda onun yuxarı hissəsi X, aşağı hissəsi nöqtə olur. İndi M nöqtəsi burada yerləşib. Ona görə biz ancaq bura baxacağıq. Burada nə görürük? X və nöqtə görürük. Maqnit induksiyasının biri şəkildən bizədir, digəri bizdən şəklədir. Onda onlar əks istiqamətdə olduğu üçün çıxılacaq və cavab eləyəcək 0. Hər ikisi qiymətcə bərabərdir. Niyə? Çünki cəryanlar da eynidir. Nöqtədə hər iki cəryanlı naqildən eyni məsafədə yerləşmişdir.